Avropada, ABŞ-da, mühacirətdə fəaliyyət göstərən bütün blogerlərə, jurnalistlərə ucdan tutma, necə deyərlər, ağına bozuna baxmadan, fərq qoymadan, hamılıqla cinayət işinin açılması Azərbaycan hakimiyyətinin növbəti bir zəifliyidir. Növbəti bir zəifliyidir. Birincisi, bu zəifliklə etiraf edirlər ki, Azərbaycan hakimiyyəti həmin o xaricdən idarə olunan, xüsusilə də YouTube kanallarından çox narahatdırlar. Sizin bu YouTube kanallarının rəhbərlərinin, orada çıxış edən blogerlərin deməli, ictimai fikrə ciddi təsiriniz var. Hökumət bunu etiraf edir əslində həmin bu qadağalarla. İkincisi, burada güya qorxu yaratmaq istəyirlər insanlarda ki, bizim hətta əlimiz çatır, gedib Avropadan, Amerikadan da hökumətin tənqidçilərini gətirəcəyik Azərbaycana, onları mühakimə eləyəcəyik biz. Amma əslində bu da alınmayacaq. Hər kəs bilir ki, Azərbaycan məhkəmələrinin artıq beynəlxalq etimadı yoxdur. Azərbaycan məhkəmələrində hətta qərar çıxarılsa belə, nə Avropa ölkələri, nə ABŞ həmin qərarı icra etməyəcək. Yəni, əslində güya xalqı qorxutmaq istəyirlər. Amma əslində özlərinin gücsüzlüyü üzə çıxmış olacaq. Bəs burada nə var? Burada bir emosiya var. Azərbaycan hakimiyyəti onun sərt tənqidçilərinə bu şəkildə özünün sərt emosiyasını ifadə etmiş olur. Ona görə də hesab edirəm ki, bu qərar emosiyadan doğub, hüquqi bir perspektiv doğurmur və Azərbaycan hakimiyyətinin növbəti zəifliyinin etirafıdır və siz mühacir siyasi blogerlərin, jurnalistlərin fəaliyyətini əslində hökumətin qiymətləndirməsi deməkdir. Deməli, bunlar etiraf edirlər ki, sizlərin ictimai fikrə ciddi təsiriniz var. Ona görə də Azərbaycan hakimiyyətinin bu qərarı da ona heç nə verməyəcək. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti başa düşməlidir. Baxın, Boliviyadan tutmuş, deməli, Nepala qədər, nə bilim, Bangladeşdən tutmuş Venezuelaya qədər, Madagaskara qədər, Afrika ölkələrinə qədər, dünyanın heç birində, Serbiya, Macaristana qədər, Belarusa qədər, dünyanın heç bir yerində avtoritarizmin perspektivi yoxdur. Heç bir yerində. Və fikir verin, hamısı domino effekti ilə gedə-gedə, yıxıla-yıxıla gedirlər. Azərbaycan hakimiyyəti buradan düzgün nəticə çıxarmalıdır. Nə qədər öz aləmlərində çox bilmiş olsalar da, nə qədər öz aləmlərində qəddar və qətiyyətli olsalar da, onlardan daha betərləri artıq tarix səhnəsini tərk ediblər. Ona görə də xalqla mübarizə aparmaq, insanları şərləmək, repressiya ilə qorxutmaq, insanların iradəsinin qarşısını zorakılıqla almaq çıxış yolu olmayacaq. Azərbaycanı daha böyük çıxılmazlığa salmadan bu siyasətdən imtina edilməlidir.